Təhsil hava şəraitindən asılı olmayaraq bizim gələcəyimizə, özümüzə, nə bilim, daha belə böyük planda götürsək dövlətimizə, millətimizə ən böyük sərmayəmizdir. Və biz də təhsillə bağlı davamlı olaraq efirimizdə danışırıq. Məlum olduğu kimi 2022-2028-ci illər üçün dövlət proqramı çərçivəsində 2025-ci, 26-cı tədris ili üzrə sənəd qəbuluna artıq bir neçə gündür ki, start verilib və hazırda bu qəbul prosesi davam eləyir və müraciəti üçün son tarix iyunun 15-idir. Bildiyiniz kimi sənəd qəbulu mərhələsi olduqca çox həssas, diqqət və dəqiqlik tələb edən bir mərhələdir. Ona görə də biz də bu mövzunun aktuallığını və vacibliyini nəzərə alaraq istədik ki, məlumatı olmayanlara bir daha vacib məlumatları buradan çatdıraq. Bir əziz qonağımız gəlib. Biz sevindik ki, bu yağışlı havada, Leysan havasında gəldi. O bir hadisədir gəlməyi. Ötən dəfə gələndə də o qarlı, şaxtalı, boranlı havaya düşmüşdüm. Dövlət Proqramı İdarə Etmə Qrupunun rəhbəri Turan xanım Topalova bizlə bərabərdir. Turan xanım, sizi görməyə çox şadıq. Sabahınız xeyir olsun. Qarşılıqlıdır, sabahınız xeyir olsun. Əhvalınıza necə təsir edib belə hava? Fərqli havalarda gəlirəm hər dəfə ictimai TV-yə, amma çox xoşdur. Əsas odur, vaxtında gəlib çata bildik. Əlbəttə ki. Və əsas odur ki, danışdığımız məsələ elə bir məsələdir ki, bu təxirə salınmaz bir məsələdir. Çünki günlər gedir. Turan xanım, gəlin bir siz hardan başlayaq? Düşünək ki, bu layihə haqqında sıfır xəbəri olan insanlar bizə baxır. Bu dövlət proqramı haqqında heç bir xəbəri olmayan, heç bir məlumat olmayan insanlar bizə hazırda qulaq asır. Onlara öncə bir sadə bir formada, bir arayış kimi deyərdik ki, xaricdə təhsil üçün dövlət proqramı nədir və onun əsas üstünlükləri, əsas belə deyək də, tərkib hissəsi nədən ibarətdir? İlk öncə bir daha çox sağ ol demək istəyirəm dəvət elədiyiniz üçün. Xaricdə gənclərin xarici ali təhsil müəssisələrində təhsil almalarına dair dövlət proqramı bildiyiniz kimi 2022-ci ildə ölkə başçısının sərəncamı ilə təsdiqlənmişdir. Bu dövlət proqramının əsas məqsədi dünyanın nüfuzlu universitetlərində təhsil almaq istəyən gənclərimiz üçün bir imkandır. Bu nə deməkdir? Burada bu ildən etibarən bildiyiniz kimi ötən il dövlət proqramına dəyişiklik olmuşdur. Həm müddət baxımından müddəti uzadılmışdır. Eyni zamanda 2 təhsil səviyyəsi deyil, artıq 3 təhsil səviyyəsi üzrə qəbulun həyata keçirilməsi üçün bir yenilik olaraq müvafiq sərəncama əlavə olunmuşdur. Gəlin yerində açıqlayaq da hansı təhsil səviyyələrindən? Bu bakalavriat, magistratura və doktorantura təhsil səviyyəsidir. Buna qədər 2 təhsil səviyyəsi idisə, artıq bu ildən biz 3... Doktorantura əlavə olundu da, Turan xanım? Bəli, doktorantura əlavə olundu. Bildiyiniz kimi 2019-23-cü illərdə doktorantura təhsil səviyyəsi üzrə dövlət proqramı mövcud idi. Artıq o 2023-cü ildə o proqram müddət olaraq başa çatsa da hazırda oxuyan tələbələrimiz var. Dünyanın nüfuzlu ali təhsil müəssisələrində 250-yə yaxın doktorantımız hazırda təhsil almaqdadır. Amma yeni bu gənclərin xarici ali təhsil müəssisələrində təhsil almalarına dair dövlət proqramında artıq bu ildən 3 təhsil səviyyəsi üzrə dediyimiz kimi doktorantura qəbulu da həyata keçiriləcək. Biz ümumiyyətlə dövlət proqramı haqqında məlumatı olmayan auditoriya onu demək istəyərdik ki, onlar kimlər ki xəyalında var xaricdə təhsil alsın, dünyanın nüfuzlu universitetlərindən təcrübə toplasın, onlar üçün böyük bir şansdır. Onların yeganə üzərlərində olan öhdəlik ondan ibarət olur ki, onlar bu prosesdə xarici universitetdən qəbul prosesini özləri məşğul olurlar və xarici ali təhsil müəssisəsindən qəbul sənədini əldə edirlər. Amma hansı universitetlərdir, hansı proqramlardır? Bununla bağlı Elm və Təhsil Nazirliyinin hər il universitetlər və ixtisasların siyahısı olan bir siyahı hazırlanaraq ictimaiyyətə təqdim olunur. Üzr istəyirəm, bu ildən ilə dəyişir, Turan xanım, yoxsa standart siyahıdır? Xeyr, bu standart siyahı deyil, hər il dəyişir. Sadəcə müəyyən qaydalar ola bilsin ki, olduğu kimi, qaydalar deməyim də yanaşmalar olduğu kimi qalır. Misal olaraq, ötən il olduğu kimi bu ildə dünya universitetlərinin reyting cədvəllərindən ilk onluqda yer alan universitetlərdən qəbul alan hər bir şəxs istənilən ixtisas üzrə. Niyə istənilən ixtisas üzrə? Çünki dövlət proqramı 15 prioritet ixtisas istiqaməti ehtiva eləyir. Amma burada üstünlük verilir top 10-la gələn namizədlərə. Onlar istisna, yaşıl işıq deyilə bilir onlara. İstisna o deməkdir ki, yəni onlar istənilən ixtisas üzrə qəbul alırlarsa, dövlət proqramına müraciət eləyə bilirlər. Və dövlət proqramında artıq xaricdən dövlət proqramına qəbul almış şəxslər, xarici universitetlərdən qəbul almış şəxslər dövlət proqramına müraciət edirlər. Burada bir seçim prosesi var. Seçim prosesinə uğurlu keçirilərsə və dövlət proqramı iştirakçısı seçilərsə,
seçilirlərsə, onların təhsili ilə əlaqəli bütün xərclər dövlət hesabına, dövlət proqramı çərçivəsində Bütün qarşılanır. xərclər, təhsili ilə əlaqəli bütün xərclər, bu cümləni biraz da açıqlasaq. Bütün xərclər dediyimiz 5 istiqamət üzrə, ümumiyyətlə təhsillə əlaqəli xərclərdə bu xarici ali təhsil müəssisəsinə ödənilməli təhsil xərcidir. İllik təhsil haqqı. İllik təhsil haqqıdır. Onların aylıq təqaüdləridir xarici ölkədə yaşadıkları müddətdə. O necə hesablanır aylıq təqaüdləri? Bu təqaüdlər müvafiq maliyyələşmə qaydalarında qeyd olunub. Hər bir ölkə üçün bir məzənliyə uyğun olaraq normalar vardır. Sonra? Və il ərzində beynəlxalq nəqliyyat xərcləri qarşılanır. Mən sadəcə illik təhsil haqqını bilirdim. Xeyr, bütün xərclər dediyimiz, hətta viza və sığorta xərcləri də proqram çərçivəsində qarşılanır. Bəs qalma məsələsi necə? Onlara artıq ödənilmiş təqaüd əsasında onlar həm qalma xərclərini, həm gündəlik xərclərini ödəmək imkanları olur. Bəli. Turan xanım, o qaydalar müraciət üçün xaricdə təhsil dövlət proqramına, bu qaydaları biraz açıqlasaq, daha belə əlçatan olsun, kimsə bilmirsə, kiminsə xəbəri yoxdursa. Təbii ki, mən ilk öncə qeyd edeyim ki, dövlət proqramının tənzimlənməsi həm Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş seçim qaydaları, eyni zamanda onların gələcəkdə təhsillərini maliyyələşməsi üçün maliyyələşmə qaydaları ilə tənzimlənir. Seçim qaydaları bir mənalı bizim müvafiq veb səhifədə yer alır. Bu dp.edu.az səhifəsidir. Mən niyə bunu xüsusilə vurğulayıram? Orada çox detallıdır. Mən istəyərdim ki, hər bir müraciət eləyəcək namizədlər seçim qaydalarına yaxından tanış olsunlar. Və burada hər 3 təhsil səviyyəsi üzrə tələb olunan sənədlər var. Yəni, bir mənalı xarici ali təhsil müəssisəsindən qəbul sənədi əldə etdikdən sonra digər tələb olunan sənədlər var ki, onlar misal olaraq hər 3 təhsil səviyyəsi üzrə xarici ali təhsil müəssisəsində tədris dili üzrə beynəlxalq sertifikat tələbi var. Mən xüsusilə vurğulamaq istəyərdim ki, bəzən olur ki, bu sertifikatın alması da bir vaxt tələb eləyir. Və təbii ki, hər təhsil səviyyəsinə uyğun olan şərtlər vardır. Bizim vaxtımız təbii ki, icazə və imkan versə, mən bu şərtləri də sadalaya bilərəm. Amma bir mənalı seçim qaydalarına istinadən onlar sənədləri toplamalıdırlar və portal.edu.az səhifəsi üzərindən şəxsi kabinet yaradaraq onlar sənədlərini təqdim eləməlidirlər. Sənədlərini uğurla təqdim eləyən namizədlərimiz növbəti mərhələ olan müsahibə mərhələsinə keçid alır. Uğurla təqdim eləmək nə deməkdir? O baxımdan tövsiyə edirik. Həm onlar bizim müvafiq qaydaları izləsinlər. Eyni zamanda artıq bugündən etibarən mən vurğulamaq istəyərdim. Dövlət Proqramı İdarəetmə Qrupuna aid olan sosial media hesabları üzərindən hər gün canlı 1 saatlıq info sessiya keçiriləcək. Bu məlumat sessiyalarına da qoşulmaları tövsiyə olunur. Əminik ki, onların müraciət əsnasında sualları olacaq və onları biz şərait yaradırıq ki, cavablandıraq. Deməli, gəlin qısa-qısa cavablar verək bu vaxta görə. Bizə yazırlar, yəqin ki, az öncə də qeyd etdiniz ki, hansı ixtisaslar və hansı universitetlərdən, belə deyək, faydalanmaq olar? Bu siyahını harada oxuya bilərik deyə yazıb tamaşaçılarımız. Bu siyahı da dövlət proqramına aid olan veb səhifədə mövcuddur. dp.edu.az səhifəsində. dp.edu.az. Və bu siyahı ötən ilin dekabr ayının 29-unda təsdiqlənmiş və ən son bəli, ən son siyahı həmən siyahıdır və həmən siyahıya əlavə olaraq qeyd elədiyimiz 32 ölkəyə aid 222 universitetin 4408 proqramı yer alır ki, onlar da həmən səhifəyə daxil olmaqla siyahıya istinad eləyə bilirlər. Və ötən il olduğu kimi bu ildə mədəniyyət və incəsənət ixtisas istiqaməti üzrə də qəbul almış şəxslər müvafiq siyahıda yer alan təbii ki, universitet və proqramlar olmaqla dövlət proqramına müraciət eləyə bilirlər. Mən daxil oldum hazırda. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsi açıldı. 2025-26-cı tədris üzrə dövlət proqramı çərçivəsində sənəd qəbuluna start verilib. Ən son xəbər bununla bağlı çıxır. Budur da dövlət proqramı çərçivəsində universitet və proqramların siyahısı. Bəli. Bura daxil olmaq lazımdır birinci bölməyə. O siyahıya istinadən
universitet və proqramlar seçirlər. Bax, buradan tanış olmaq olar. Kifayət qədər də uzun bir siyahıdır dediyiniz kimi. Bu Daha siyahı çox harda çətinlik çəkirlər Turan xanım, üzr istəyirəm. Yəni ki, onu daha çox vurğulayaq ki, bax burada diqqətli olun. Bunu mən qeyd eləyəcəm, çox üzr istəyirəm. Bunu xüsusilə qeyd eləmək istərdim. Bu siyahı gördüyünüz kimi universitet və proqramları ehtiva eləyir. Bu bakalavriat və magistratura təhsil səviyyəsində müraciət edən namizədlər sırf bu siyahıya istinad eləyir. Doktorantura təhsil səviyyəsi üzrə Ayrı-ayrı bölmələr var idi, gördüm. doktorantura yuxarı bölməsində qeyd olunmalıdır. Doktorantura təhsil səviyyəsi isə bu siyahıda yer alan universitetlərdən 15 prioritet ixtisas istiqaməti əsas götürülməklə qəbul almış şəxslər müraciət eləyir və top 10-la bağlı da qeydimiz artıq qeyd elədik ki, Şanxay Times Higher Education QS Ranking universitetlər üzrə rankingdən ilk 10-luqdan istənilən ixtisas üzrə də müraciət mümkündür. Çox vacib 30 saniyə xahiş eləyəcəm, çünki qısa fasiləyə artıq ayrılmalıyıq. Bu ilki abituriyentlərin şansı nə qədərdir? Çünki bəlli universitetlər var ki, xaricdə qəbula daha tez başlayır, noyabrdan açıq elan eləyir. Onların şansı nə dərəcədədir? Ümumiyyətlə 500 gəncin hər il seçilməsi nəzərdə tutulur. Bundan 25%-dən çox olmayan hissəsi bakalavriat, 20%-dən çox olmayan hissəsi isə doktorantura təhsil səviyyəsinin payına düşür. Çətinliklərə gəlincə isə onlar ən azından hesab eləmirəm xüsusi çətinlik var. Əsas sənədlərini düzgün şəkildə təqdim eləsinlər. Müsahibə mərhələsindən uğurla keçəndən sonra inşallah ki, kvotaya münasibətdə seçiləcək. Təşəkkür Gözəl, edirik, uğurlar Turan xanım. Çox sağ arzulayırıq olun. hamıya Çox sağ və olun. təşəkkür edirik Turan xanım. Mən təşəkkür İşləriniz avanda edirəm. olsun. Sağ-salamat gedəsiniz. Belə bir havada uğurlu yol arzulayırıq. Amin. Xaricdə təhsil üçün dövlət proqramından danışırdıq. Qonağımız isə Turan Topalova idi. Əziz dostlar,